Bu səfər xarici bir film yoxdur. Tam yerli və milli bir filmi təhlil edirik. Arena. Bu videoda qeyri-etik ifadələr ola bilər. Diqqət. Əslində fərqli bir hiss yaşayacağımı düşünmürəm, çünki Türkiyəli qardaşlarımızdan fərqli bir anlayışımız olduğu açıq-aşkar görünür. Film başlayır, qız tək nəsə axtarır. Başlayır, hey deyə qışqırmağa. Bilmədim düzünü desəm, elə bil aktrisallıqla yox, səslə inkişaf eləmək istəyirlər. Bəzilərimiz əslində ondan da çox qışqırır, amma səsimiz eşidən olmur. Hamının şəxsinin nə qədər problemi var. Bax, qışqırmağa bir həftə başı düşərəm. Bu da meşənin ortasında. Qabağa bir nəfər çıxır. Qız da oğlana deyir ki, bu paltar hardan çıxdı? Desəm inanarsınız. Paltar fabrikindən. Bilirəm, bu dediyimin hamınız şokunu yaşayacaqsınız ki, oy da paltar fabrikdən çıxırdı. Çox az adam belə görən bilir ki, paltar fabrikdən çıxır. İndi deyirsiniz ki, biz moldan alırıq axı. Nəysə. Anlarsınız ki, filmin ilk 5 dəqiqəsi sadəcə yeriş və yazılar tutur. Bu arada zarafat eləmirəm. Belə görürəm, rejissor kimdənsə məsləhət alıb, amma qulaq asmayıb. Xronometrajı necə dolduraq? Yazı, sonra yazı, sonra yazı demə. Onda meşədə yürüyüş. Peçat ideya. Onsuz da filmin axırında adlar və sair hamısı çıxır da. Hamını tanıyacağıq, diqqətlə baxacağıq. Narahat olmayın. Qız oğlana deyir ki, sən kimsən? Oğlan deyir, adım Səiddir. Qız da deyir ki, bu ad mənə heç nə demir. Ad sənin adını soruşmalıdır. Həyatımda bu qədər mənasız cümləni böyük ehtimalla bir də burada quraram. Bu qədər. Sonra soruşurlar ki, biz hardan çıxdıq? Falan filan. Qız soruşur ki, onda biz bir yerdə idik. Oğlan deyir ki, məntiq onu deyir. Belə baxanda mənim də məntiqim baxma deyir, amma təəssüf ki, xəyallarım var. Xəyallara görə insan çabalamalıdır. Nə gəldi eləməlidir, amma bu qədər şey artıq mənə çox gəlir. Sonra insanlar daha da artır, qruplaşmağa başlayırlar. 2 nəfər başlayır dalaşmağa. Bu bayaqki qız da Səidə deyir ki, kömək eləməyəcəksən. Ölüşən, onu da girim də kimi gəldi. Sen kimsin kəpənək, hə? Kəpənək. Kəpənək ya. Bir də bir şey soruşur. Bu xanım niyə saxta oynayır? Səni bura gətirən bizi də gətirib. Mən deyim, burada heç kimin nə şəxsiyyətinə, nə də sənətinə sözüm yoxdur. Bildirmək istəyirəm ki, mən sadəcə izləyicilərin perspektivindən təhlil edirəm filmləri. Deyir ki, səni bura gətirən bizi də gətirib. Deməli, sən bizi bura kim gətirib bilirsən. Dağıl. Bu baxdığımız səhnədə isə sanki arenadakılar getkin yox. 4-cü sinifdə qız oğlanın ruçkasını oğurladığına görə başqa oğlan qızın tərəfini tutar və oğlanın üzr istəməyini istəyər. İkinci neytral cümlədir, yəni heç nədən məna çıxardan bilmirəm bu şey. Oğlan gəlir deyir ki, siz kimsiniz? Siz burada nə edirsiniz? Heç sayğı ətlər atmışıq, gözlü yer başlasın pomidorları atacaq. Fazil də 05 araq almağa getdi. Fazil, tez gətir. Sonra iki qrup yenə bir-biri ilə qarşılaşır. Seyid də deyir ki, biz bu qədər adam necə yaddaşımızı itirə bilirik? Bu qədər adam necə yaddaşı itirə bilər axı? Gördüyün kimi. Mənim necə ağlıma gəlmədi bu? Mən bunun yaddaşını itirdiyini görməliydim axı. $200 IQ-lu adam tapıldı. Təcili. Təcili bu gəl. Einstein. Hamınız indi düşünürsünüz ki, buradakı holograma da ilişəcəm hə. Yanılırsınız. Əslində burada günah məndə deyil. Sizdədir ki, daha böyük qrafika gözləyirsiniz. Biz Hollywood deyilik. Əslində bu filmə görə
yetərincə uğurludur onsuz da. Yəni buradan bir Iron Man çıxarda bilmərik. Onsa çıxarda bilsəydi böyük ehtimalla Hollywood Azərbaycanda olardı. Yəni deyirəm, yetərincə uğurludur əslində filmə görə. Aşağıdakı Lobank kartıdır, yoxsa mənə elə gəlir? Yanılmıramsa Lobank kartıdır. Donate atmaq üçün niyə? Dostlar biz film çəkirik, amma donate gözləyirəm. Nəysə, hologram qız başlayır hamısının bir-birinin nömrəsini deməyə və elədiyi cinayətlərin, elədiyi günahları deməyə. Nömrə 2, qərar, cinayət. Bu arada bunların yəni heç biri arenalıq deyil, hamısı bildiyin yəni o birisi dünyalıq adamlardılar. Yəni onların yeri bura deyil. Yəni onları bura gətirək daha da yaxşılıq eləyiblər. Sonra eləyəcəklərini sübut eləmək üçün bir nəfəri öldürürlər. Prosta ağlıma bir şey qaldı ki, o qız niyə çocuğa baxmaya getdi arada? Xanım bir dənə film çəkilişi var, heç nə yoxdur. Gəlib ölüb gedəcəksiniz, bu qədər. Bir dəqiqə, biz indi hardan bilək ki, qız öldü? Ki ürəyə gedib. Hardan bilək öldü? Allah görmürsən ağzından qan gəlir. Cəhənnəm olun! Buradakı şəxs tanış gəldi. Çukurun Aliçosu. Gəlmə. Bir dənə şey əksir ki, aha, diyasi başlasın. Bir dənə o mahnı əksirdi, onu da mən əlavə eləyərəm. Buyurun. Gəl birlikdə hərəkət edək. Cəhənnəm olun! Gəlmə. Ölmək istəmirsən! Rəqdol! Məncə elə razıyam. Gəlin birinci o mənasız insanları aradan qaldıraq. Allah mən niyə öldüm? Şeylerem, öldürme beni. Yok. Öldürme beni. Benim üç uşağım var. Hasta adam var. Öldürme beni. Ne istiyorsan eləyorum, yalvarırım. Uşaqlarına görə pis oldum. Amaryananın qaydalarını bilirsən. Güya ben hiç görmemişsin. Allah. Yalvarırım beni bırak. Mənim itirəcək heç bir şeyim yoxdur. Sen katil okşamırsan axı. Ben insanları çok yaxşı tanıyırım. Sen katili okşamırsan. Sen hayatta hiç o adam öldürmezsen. Orasını düz deyirsən. O gecə mənim başqa çıxış yolum yox idi. Xətanı gördünüz? Görmədiniz? Bu qız niyə bıçağı soxanda bıçağın ucundan tutub? Yəni belə bir şey olur. Yəni iynə vurursan yoxsa qan alırsan? Bir qərar ver. Dedim axı ben insanları çok yaxşı tanıyıram. Belə romantik havzı pozmaq istəmirəm, amma fikirləşmək lazımdır ki, bu arena nədir, buradan necə çıxaq? Heç vaxt bir filmdə biri ilə eyni fikirdə olduğum nüans yadıma gəlmir. Amma mən də bu xanıma qatılıram. Bəlkə romantikanı saxlayıb kilo almağa gedək. Ya da bəlkə kebaba davam eləyək. Qoqamı pişmir atağa. Bir dənə bir şey göstərə bilərəm. Yer üstünde yeşil yaprak, yer altında kefen yırtma. Oxşayıram. Mən də oxşatdım. Heç dəymədən keçə bilmərəm. Döyüş səhnələri möhtəşəm hazırlanıb. Kim eləyibsə, alqışa layiq bir iş görüb. Bildiyimiz filmdən konfet düzəldib. Çox sağ ol ki, bizə görə həyatını riskə atdın. Hə? Yox, nə risk? Yox, nə risk? Oturub nerede oynadıq da? Burada nə risk var ki? Mən niyə bunlara bax ya? Mən niyə ümumiyyətlə filmdən sınanıram? Baxdı səhnəyə. Qaqa Şələbil arenada yox, Botanika bağındadır. Botanika bağında vinetka çəkilişindədir. Yəni bir xarakteri psix eləmək üçün nə gəldi qatmağa ehtiyac yoxdur. Biri belə eləyir, biri aliçoluq eləyir. Niyə? Yəni psixliyi daha çox göstərmək olar. Buna məsəl olaraq Amerikan Psycho filmini nəzər göstərə bilərəm sizə. Belə gül iynəmir, amma filmi çəkənlər elə çəkiblər ki, psix olduğu başlayan vaxtından bəllidir.
Bəlkə bazardıq edib boğur ki, bəlkə yanındakı qızla nəsə almaq. Bir ümid. Jale. Burada Jaleni idarə edən kimdirsə, deyəsən yemək yeməyə gedib AFK qalıb. Bir şey soruşum, bir xarakteri necə psixopat eləyə bilərik? Üstəlik olsun. Yox. Travması olsun. Allah yox, ağlı vişdək də. Bıçaq yalasın. Zülüm. Niyə? Amma bu film qorxu üçün çəkilibsə gülməlidir. Yox, qorxu üçün çəkilməyibsə ağlamalıdır. Ki iki variantda da qorxulu deyil. Amma həyəcan tərəfinə gəlsə, film çox həyəcan vericidir. Altdan üstdən götürməyəcəm. Bəzi səhnələrdə olduqca həyəcan keçirdim. Filmin sonu necə bitir? Axıra qız qalır. Gəlir ki, mən bitirdim. Hologram çıxır qabağına və heç nə demədən çıxıb gedir. Məlum olur ki, bu son deyil. Qız holoqramı gözləyə yandan iki tərəfdə gəlir. Bunlar isə təzə oyunçulardır. Yəni oyun əslində bitməyib, bir döngüyə girir və dostlarımla oturub baxdıq bu filmə. Ən çox fikirləşdiyimiz şey isə oldu ki, bundan əvvəl sağ qalan kim idi? O barədə rejissora halaldır ki, bizi belə düşündürməyi bacarıb. Əslində baxanda film Azərbaycan ortalamasına baxanda yetərincə yaxşıdır. Yəni bundan daha pis filmlər görmüşük. Yəni heç bir hiss, heç bir təəssürat keçirmədiyim filmlər də görmüşəm. Bu film mənə görə yaxşıdır. Sizə də baxmağınızı tövsiyə edirəm. Nəysə, video bitdi də. Ay qaqa, kəvə var yanında axı. Gör nə hallara qalmışam, ayıldım ki qocalmışam, zavallığım getdi əlimdən.